Herkese selam arkadaşlar. Yeni akşamdı. Görürsünüz pencereden. Yine sizlerle birlikte indiyiz. Anamız bir günlersin. Nağıl danışacaq sizin için. 1, 2, 3. Başla. Salam mənim ağıllı balalarım. Mənim canım balalarım. Gəlin yaxın oturun. Çünki bugün sizi uzaqlara, xəyalların gerçək olduğu bir yerə aparacağam. Çox-çox uzaqlarda, buludların gümüşü rəngə boyandığı dağların arxasında pıçıldayan yarpaqlar meşəsi adlanan bir yer var idi. Bu meşə adi meşələrə bənzəmirdi. Orada ağaclar külək əsəndə sadəcə xışırdamır, sanki bir-birinə qədim nağıllar danışırdılar. Bu meşənin içində iki mehriban dost, Gülgün və Atilla yaşayırdı. Onlar hər səhər meşənin dərinliklərinə gedib, yeni nələrsə öyrənməyi çox sevirdilər. Bir gün onlar meşənin mərkəzinə doğru gedərkən, yerdə parıldayan bir iz gördülər. Bu izlər onları meşənin ən yaşlı ağacına, müdrik palıda tərəf aparırdı. Ana, o izler niye parıldayır? O sihirli idi. Bəli, əzizim, o izlər meşənin ruhunun uşaqlara bir işarəsi idi. Meşə yalnız qəlbi təmiz olanlara öz sirrini açardı. İzlər sanki ulduz tozu ilə çəkilmişdi və günəş şüaları ağacların arasından süzüldükcə rəngdən rəngə girirdi. Gülgün və Atilla irəlilədikcə ətraflarında qəribə hadisələr baş verməyə başladı. Çiçəklər onlar keçdikcə başlarını əyib salam verir, kəpənəklər isə başlarının üstündə rəqs edirdilər. Birdən qarşılarına balaca bir sincab çıxdı. Sincab çox kədərli görünürdü. Ana, niye sincap üzülmüştü? Onun fındığı kurtarmıştı. Xeyr, balaca qəhrəmanım. Məsələ fındıqda deyil idi. Sincab meşənin ən önəmli qaydasını unutmuşdu. O dostları ilə paylaşmağı yaddan çıxardığı üçün meşənin pıçıltılarını eşidə bilmirdi. Bizim qəhrəmanlarımız ona kömək etmək qərarına gəldilər. Onlar öz çantalarındakı azuqəni sincabla böldülər və ona mehriban sözlər dedilər. Elə o an möcüzə baş verdi. Sincabın qulaqları parıldadı və o yenidən ağacların nə dediyini anlamağa başladı. Yolun davamında onlar gümüşü çayın kənarına çatdılar. Çay o qədər şəffaf idi ki, dibindəki rəngli daşlar mirvari kimi parıldayırdı. Lakin çayın o biri tərəfinə keçmək lazımdı, amma körpü yox idi. Ana, onlar çayınızı içtiler. Çayı üzeri kesmek tehlikeli değil. Çox ağıllı sualdır. Xeyr, üzməyə ehtiyac qalmadı. Çünki pıçıldayan yarpaqlar meşəsində mehribanlıq ən böyük gücdür. Onlar çayın kənarındakı susuz qalmış bir gülü suladıqda, çaydakı böyük nilufər yarpaqları bir-birinin ardınca düzülərək onlar üçün təbii bir körpü yaratdı. Onlar bu yarpaqların üstü ilə hoppana-hoppana qarşı tərəfə keçdilər. Nəhayət onlar meşənin ən hündür nöqtəsinə, müdrik palıdın yanına çatdılar. Bu ağacın gövdəsi o qədər böyük idi ki, 10 uşaq əl-ələ tutsa, yenə də onu qucaqlaya bilməzdi. Müdrik palıd gözlərini açdı və onlara gülümsədi. Ana, ağızlar danışabilir. Müdrik palıd onlara nə dedi? Əslində ağaclar bizim bildiyimiz dildə yox, ürək dili ilə danışırlar. Müdrik palıd onlara dedi ki, meşənin ən böyük sirri heç də gizli bir xəzinə və ya qızıl deyil. Əsl sir, ətrafımızdakı hər bir canlıya hörmətlə yanaşmaq, təbiəti qorumaq və hər zaman köməyə ehtiyacı olanın yanında olmaqdır. Müdrik palıd onlara kiçik bir hədiyyə də verdi. Hər birinə yaşıl bir yarpaq uzatdı. Bu yarpaqlar hər zaman təravətli qalırdı və uşaqlara meşənin onlara öyrətdiyi dərsləri xatırladırdı. Bəs belə, mənim canım balalarım. Gülgün və Atilla o gün meşədən qaydanda artıq hər şeyə başqa gözdən baxırdılar. Onlar anladılar ki, meşə, dəniz, heyvanlar və insanlar hamımız bir-birimizlə bağlıyıq. Sizə verəcəyim öyüd budur. Həyatda hər zaman xeyirxah olun. Əlinizdən gələn qədər başqalarına kömək edin
və təbiəti sevin. Unutmayın ki, ən böyük sehr insanın öz qəlbindəki mehribanlıqdır. Əgər siz ətrafınıza sevgi bəxş etsəniz, dünya da sizə öz möcüzələrini göstərəcək. Gəlin indi əllərimizi açaq və gözəl bir dua edək. Uca Allahım, sən bizə bu gözəl dünyanı bəxş etmisən. Bizim qəlbimizi hər zaman sevgi ilə doldur. Bizi heyvanlara, bitkilərə və bütün insanlara qarşı mərhəmətli elə. Ağıllı, tərbiyəli və dürüst uşaqlar olmağımıza kömək ol. Valideynlərimizi qoru, süfrəmizi bərəkətli, yuxularımızı şirin eylə. Amin. Amin. Çocuklar, teşekkürler ahire kadar baktığınız için videomuzu. Like kanala abone olmayı unutmayın. Sağda solda çıkan videoları izlemeyi unutmayın. Kendinize iyi bakın. Görüşürüz. Bye bye.